Hər biri salamlayıram. Bugün sizlərə uşaqlıq boşluğunda olan septumu necə əməliyyat eləmişik, step-step onu göstərəcəyik. Əsas məqsədim vurğuladığım nədir? Əməliyyatdan öncə, əməliyyat zamanı və əməliyyatdan sonranı biz görək. Əməliyyatdan öncə pasient bizə gəldi. Bax, dovşan qulağına oxşuyur. Görürsünüz, uşaqlığın içi dovşan qulağına oxşuyur. Tamam mı? Bu bizim əməliyyatdan öncəki halimizdir. Biz bunu əməliyyat elədik. Stereoskopi ilə və laparoskopi ilə əməliyyat elədik. Teymur bəy, buranı çəkirsən. Bax, stereoskopla girdik, uşaqlıq boşluğundan septumu. Aydın düşünmür Teymur bəy? Bax, uşaqlıq boşluğundan septumu biz stereoskopun köməkliyi ilə açdıq, ayırdıq. Baxın. Stereoskopla biz tamamilə dibinə qədər açdıq. Hə, laf yaxşı açdıq. Biz pasiyentə də bunu günü verdik. Açdığımızda biz əməliyyatımızı necə sübut edə bilərik? Birinci sübutumuz bizim filmimiz, birinci filmimizdə olan şəkil. İkinci əməliyyatın videosu. Bu bizim üçün önəmlidir. İstər laparoskopi əməliyyat oldu, istər histeroskopi əməliyyat oldu. Mütləq biz xəstəyə disk verməliyik, video verməliyik, flash verməliyik. Özü də qısa bir epizodik yox. Əvvəldən axıra. Əvvəldən axıra niyə önəmlidir? İnfertilitə ilə məşğul olan həkimlər, sonsuzluqla məşğul olan həkimlər baxsın. Bu doktor nə idi, hansı rekonstruktiv əməliyyatı etdi, hansı oldu, nə oldu ona görə. Baxın, tam uşaqlıq borularının bucaqlarına qədər biz açdıq. Əməliyyatımızın son halidir uşaqlığın içi. Bax, görürük, açdıq. Qəşəng, ayudimizi qoyduq. 2 ay sonra biz xəstənin ayudisini aldıq. Təzədən histerosalpingografiya elədik. Bu əvvəl gördüyümüz dovşan qulağı, o əməliyyatımızın canlı görüntüsü, bu əməliyyatdan sonraki vəziyyət. Uşaqlığımızın mənfəzi böyüdü. Boru kimi balacaydı, bu belə bir boru kimi, septumun aşağıya qədər. Bu septumlarda, loru dildə desə, S, M, L ölçülərindəcə balaca, dib hissəsində olur, ortaya qədər, ta internal osa qədər olan var. Hətta bunun uşaqlıq yolu olan hissəsi də var. Bu anuleran bir qüsurlardır, malformasiyalardır. Biz bu hissəni açdıq, üçbucaq şəkilli yaratdıq. İndi sıra nədir? Sıra hamiləliyidir. Mən bunu nəyə demək istədimsə, əməliyyatdan öncə, əməliyyat videomuz, əməliyyatdan sonra. Step-step biz bunları niyə çəkirik və bunları niyə biz bölüşürük? Ona görə bölüşürük ki, pasiyentə fikrimizi çatdıra bilər. Siz əvvəl beləydiniz, əməliyyat elə oldu. Bu da əməliyyatdan sonra. Dəfə-dəfə bu sözü təşrimaqda məqsədimiz nədir? Görüntü əldə verək. Mən kağıza yazmışam, mən kağızda vermişəm. Yaxşı, siz profesionalcasına elədiniz. Mən ola bilər profesionalcasına yanaşıb bilmərəm. Ola bilər siz elə bir yerə qədər açmışsınız ki, daha dərindir. 6 ay, 9 ay ona hamiləlik olmaz. Biz də 3 aydan sonra dirək hamilə qal. Yara yeri sağalıb, hamilə qala bilərsən. Sonra uşaqlıq yırtıla bilər. Ona görə də videonu əvvəldən axıra, bizim müəssisədə video çəkilmir, bizim klinikada bu video yoxdur. Desəydiniz çəkərdim. Bu sözləri mən, məsələn, məndə də 2 dəfə olub çəkilməyib. Mən xəstədən üzrxahlıq eləmişəm və o anı olana qədər mən böyük stres yaşamışam. Çünki bizim üçün o rəsmi bir sənətdir. Sonsuzluqla məşğul olan üçün. Sonsuzluqla məşğul olmayan üçün önəmli deyil və ya uşağı var, daha sonra bu əməliyyatlar elirsə, bu önəmli deyil. Zaten uşağı olan bu əməliyyatı heç etməyin bir mənası yoxdur. Əgər bir uşaq doğursa, ikinci uşağa bu septum varsa, heç ona əməliyyat etməyin mənası yoxdur. Zaten bu septumla o dünyaya normal uşaq gətiribsə, düzdür, belə septumla normal gətirə bilməz uşaq dünyaya. O MS dediyimiz balaca dibi fundusunda, cisminin orta 1/3 qədər cənəllərlə dünyaya uşaq gətirə bilərlər. Uzun sözümün qısası. Biz pasiyentlərimizə deyirik, əməliyyatınız haqqında görüntü, video, disk olmasa, bizim yanımıza müalicəyə gəlsəniz, bizi çətinə salırsınız. Nəinki özünüzü. Biz də çətinə düşəndə məcburuq alternativ variantlar seçək. Yəni birbaşa ola bilər, hətta biz deyək ki, korporal mayalanma, süni mayalanma. Çünki bizim o işdən xəbərimiz yoxdur. O işdən biz bilmirik. Ola bilər rekonstruktiv elə böyük bir əməliyyat olub ki, siz həkiminizdən ayrılıb bizə gəlmişsiniz, ya bizdən hansısa bir həkimə getmişsiniz. Yenə deyirəm, vurğulayıram, onun üçün 9 ay hamiləlik olmaz. Elə bir rekonstruktiv əməliyyat var ki, siz dirək gedirsiniz, əkizə hamilə qalırsınız IVF-lə və ya nə ilə, sabah uşaqlıq rüptür ola bilir, cırıla bilir. Onun məsuliyyətini kim daşıyır?
veya geldin 6 dəfə folikul yetişdi, 3 dəfə ovulyasiya oldu, hər şey normaldır, hamilə qalmadı. Hə, görüş sahəsi yoxdur. Veya görüş sahəsi varsa da tubar faktor var orada. Onları mütləq bir incelemək lazımdır. Onu da incelemək için mütləq video görüntü lazımdır. Epigrizdə var. Bu bir zamanla texnologiya inkişaf edib da indi texnologiya inkişaf etdiyi üçün biz daha bahalı maşınlar sürürük, daha komfortlu şəraitdə yaşayırıq. Maşallah Azərbaycanda görün köhnə Sovet maşını yoxdur, hamısı komfortlu, hamısı bahalı maşınlarla gedir. Demək işimizi də komfortlu və daha yaxşı tutmalıyıq əldə. Allahın amanı olun, özünüzə yaxşı